Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Füzuli su minerasiya sistemlərinin istismarı idarəsi tərəfindən cari ildə rayon ərazisində faktiki olaraq 9110 hektar payızlıq taxıl bitkisi əkilib. 9110 hektar əkin sahəsi birinci suvarma suyu ilə, ikinci suvarma suyundan isə 4600 hektar əkin sahəsi suvarma suyu ilə təmin edilib və 4510 hektarında isə hazırda suvarma işləri davam etdirilir. Su itkisinin qarşısını almaq üçün suvarma kanallarında 39000 kub metrə yaxın, torpaqların münbitliyinin artırılması üçün isə kollektor şəbəkəsində 17,4 min kub metr lildən təmizləmə işləri görülüb. Həmçinin Quruçay selliyinin Böyük Bəhmənli kəndi ərazisində 4 kilometrlik hissəsində çay məcrasının tənzimlənməsi işlərinə başlanılıb. İlin əvvəlindən 6 ədəd hidrotexniki qurğu və qapalı boru kəmərində cari təmir işləri aparılıb. Həmçinin 19 ədəd nasos stansiyada və 15 ədəd subarteziyan quyusunda cari təmir işləri aparılaraq hər biri saz vəziyyətə gətirilib. Həmçinin idarənin balansında olan subarteziyan quyularından 6 ədədinin əsaslı təmir olunması planlaşdırılır. Cari 2025-ci ildə Əhmədallar Haramı beton üzüklü kanalın 900 metr yarasız hissəsi əsaslı təmir olunması planlaşdırılmışdır. Bu isə su itkisinin qarşısının alınmasına və suyun təsərrüfatlara vaxtında çatdırılmasında böyük əhəmiyyət göstərəcəkdir. Füzuli su meliorasiya sistemlərinin istismarı idarəsinin cari ildə suvarma işlərinin mütəşəkkil şəkildə həyata keçirilməsi üçün idarənin istismarında olan kanal və axların 15 kilometri, kollektor şəbəkəsinin isə 6 kilometr hissəsi idarə tərəfindən dildən təmizlənmiş və bu istiqamətdə işlərimiz davam etdirilir. Füzuli su minerasiya sistemlərinin istismarı idarəsinin balansında nasos stansiyalarından və subarteziyan quyularından 16 ədəd nasos stansiya və 50 ədəd subarteziyan quyusu əhalinin içməli suyu olan tələbatını ödəyir. İdarə tərəfindən 18 kəndin, 12 məcburi köçkün qəsəbəsinin və Füzuli şəhərinin içməli su təminatı həyata keçirilir. İdarə tərəfindən 24 saat içməli su ilə təchiz olunan Füzuli şəhəri ilə yanaşı Horadiz şəhəri, Əhmədallar kəndi, Molla Bəhərrəmli, Böyük Bəhmənli kəndi və məcburi köçkünlərin müvaqqəti olaraq məskunlaşıb yaşadığı İkifin qəsəbəsi də içməli su ilə təmin olunur. Və həmçinin idarə 7609 nəfər abonentin içməli suyunu və 27200 hektar əkin sahəsinin suvarma suyu ilə təminatını həyata keçirir. Hal-hazırda yanında dayandığımız 4 aqreqatlı Şürbəyli qaldırıcı nasos stansiyası 5 Rolcuq qəsəbəsində məskunlaşıb yaşayan 22104 abonentin içməli suya olan tələbatını təmin edir. Qeyd edək ki, rayon ərazisində 12 ədəd su təmizləyici qurğu fəaliyyət göstərir. Magistral içməli su şəbəkəsinin uzunluğu 345 km, məhəllə daxili şəbəkənin uzunluğu 346 km olmaqdan ümumilikdə 691 km təşkil edir. İdarənin balansında fəaliyyət göstərən 29 ədəd su anbarı mövcuddur və vətəndaşların içməli su tələbatının ödənilməsi üçün hər bir su anbarı istismar tədbirlər planına uyğun olaraq təmizlənir və mühafizə olunur.